Hər vaxtınız xeyir olsun yoldaşlar. Bugün mən sizə 25 sentyabr 2025-ci il keçirilən dövlət qulu imtahanı düşmüş BA və BB kateqoriyası üzrə qanunverici suallarının izahını təqdim edəcəm. Sualları keçməmişdən qabaq istərdim sizə mən qanunverici suallarından ibarət olan tətbiqini təqdim edim. Bu tətbiqdə 1000-dən çox test yer alıb və bunun 50-dən çoxu situasiya tiplidir və sualların hər biri Dövlət İmtahan Mərkəzinin qəbul formatına birəbir uyğundur. Suallar hələ ki iOS istifadəçiləri üçün aktivdir. Yaxın zamanda da Android istifadəçilər də bu tətbiqdəki suallardan istifadə edə biləcəklər. Yəni əmin ola bilərsiniz ki, buradakı suallar işləməklə siz imtahandakı nəticənizə böyük təsir eləyə bilərsiniz. Və premium sualları əldə etmək istəyənlər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər, yaxud da mənə WhatsApp üzərindən yaza bilərlər. Keçək suallara. Birinci sual Konstitusiyaya aiddir. Deməli, Konstitusiya əsasən Milli Məclislə bağlı yanlışdır. Milli Məclisin deputatların seçkilərinin nəticələrinin düzgünlüyünün yoxlanması və təsdiq edilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətində. Bu doğrudur yoldaşlar. İkinci, Milli Məclis seçkilərdən sonra martın 10-nadək 83 deputatın səlahiyyəti təsdiq edilməzsə, ilk iclasının keçirilməsi vaxtını Konstitusiya Məhkəməsi müəyyəndir. Bu da doğrudur. Milli Məclisin hər çağırışının seçkiləri hər 5 ildən bir noyabr ayının sonuncu bazar günü keçirilir. Sonuncu yox, birinci bazar günü olmalı idi. Ona görə də bizdən yanlış soruşduğu üçün testin doğru cavabı C bəndidir. Növbəti sual, Konstitusiya əsasən Naxçıvan Muxtar Respublikası ilə bağlı doğru fikri müəyyən edin. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Milli Məclisə Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri tərəfindən təqdim edilir və Konstitusiya qanunundan təsdiq edilir. Bu yanlışdır. Çünki Naxçıvanın konstitusiyası Milli Məclisə prezident tərəfindən təqdim edilir. Ali Məclis sədri tərəfindən təqdim edilmir. Və müvafiq konstitusiya qanunla Milli Məclis tərəfindən təsdiq edilir. Ona görə A bəndi yanlışdır. B bəndi Naxçıvan Muxtar Respublikası məhkəmələri konstitusiya və prezidentin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələnin həllində müstəqildir. Məhkəmələr, yəni Naxçıvan Muxtar Respublikası məhkəmələri konstitusiya və qanunlar ilə onun səlahiyyətlərinə aid edilən məsələnin həllində müstəqildir. Burada isə prezidentin fərmanları qeyd olduğu üçün B variantı da yanlışdır. C bəndi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişaf istiqamətləri və sosial təminat məsələlərinə dair qanunlar qəbul edir. Testin doğru cavabı da C bəndi. Çünki bu məsələlər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalara aiddir. D nəyə görə səhvdir? D-də deyir ki, Ali Məclis konstitusiya, qanunlar və prezidentin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələnin həllində müstəqildir. Burada prezidentin fərmanları yanlışdır. Ali Məclis konstitusiya və qanunlar ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqil hesab olunur. Üçüncü situasiya tipli tapşırıqdır. Dövlət orqanlarının birində şöbə müdiri vəzifəsində çalışan A, dini inancına uyğun olaraq getdiyi ziyarətgahlarda ehtiyacı olanlara maddi və digər yardım edildiyini müşahidə edir. Bundan sonra birbaşa tabeliyində işləyən B-yə də həmin yerləri bu yolla ziyarət etməyi tövsiyə edir. Baxın, diqqətli olun, bu situasiyanın açar sözüdür. Fikir verin, tövsiyə edir yazır. Təhrik edir yazmayıb. Yəni məcbur etmir, sadəcə tövsiyə edir. Yəni A heç bir etik davranış qaydasından hələ ki pozmayıb. B müalicə ehtiyacı olan oğlu üçün maddi yardım toplaya biləcəyini düşünsə də, dini ayinlərdə iştirak etməmək qərarına gəlir. Yəni B də heç bir etik davranış qaydası pozmur. Sadəcə maddi yardım toplaya biləcəyini düşünür bundan bağlı. Yəni xidməti vəzifələrinə aid deyil, nə A-nın, nə də B-nin. Dövlət qulu olsan etik davranış qaydaları haqqında qanuna əsasən doğru cavab müəyyən edir. Yəni burada A heç bir etik davranış qaydalarını pozmayıb. Sadəcə tövsiyə edib B-yə. A-da deyir ki, A-nın davranışı dövlət qulu olsan etik davranış qaydaları haqqında qanuna zidd olsa da, A-nın davranışı etik davranış qaydaları haqqında qanuna zidd deyil, sadəcə o tövsiyə edib. B bəndi. B-nin birbaşa tabeliyində olduğu A-nın göstərişliyini yetirməməsi dövlət qulu olsan etik davranış qaydaları haqqında qanuna ziddir. Ümumiyyətlə, A tövsiyə edib, yəni rəhbər ona tövsiyə edib və tövsiyəsi də onun xidməti vəzifələrin icrası ilə əlaqədar deyil. Ona görə B də səhvdir. Lap xidməti vəzifələrin icrasına əlaqədar olsa belə, olsaydı əgər, onda misal üçün zidd ola bilərdi.
Yəni qanun çərçivəsində bölmə rəhbəri, yəni A əgər qanun çərçivəsində ona xidməti vəzifələrlə əlaqədar bir tapşırıq versəydi, etik davranış qaydaları qanuna əsasən, bəli, onu icra etməsə qanuna zidd olar. Amma burada xidməti vəzifənin icrasına əlaqədar heç bir hal yoxdur. Ona görə B bəndi yanlışdır. C bəndi. A-nın davranışı dövlət hüququnun etik davranış qaydaları haqqında qanuna zidd deyil. Testin doğru cavabı da elə C bəndidir. D bəndi çaşdıra bilər sizləri. A-nın davranışı qulluq mövqeyindən sui-istifadə olduğundan o intizam məsuliyyətinə cəlb edilməlidir. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzi son zamanlarda imtahanlarda, misal üçün, insan məsuliyyətinə cəlb edilə bilər ifadəsinin dəyişikliyi insan məsuliyyətinə cəlb edilməlidir və sair kimi dəyişir, namizədləri çaşdırır. Yəni, buradan açıq-aydın görünür ki, testin doğru cavabı C bəndidir. Sadəcə situasiyanı, mahiyyətini başa düşmək lazımdır. Növbəti, dövlət dili haqqında qanuna əsasən doğru deyil. Dövlət dilini bilmək Azərbaycan Respublikası ərazisində yaşayan hər bir kəsin borcudur. Bu yanlışdır. Dövlət dilini bilmək hər bir vətəndaşın borcudur. Məntiqdən də yanaşsaq, tutalım bir əcnəbi Azərbaycan Respublikasında universitetlərdən birinə qəbul olub. O, tutalım 4 il ərzində Azərbaycan Respublikasında yaşayıb. O, yaşadığı müddət ərzində dövlət dilini bilmək məcburiyyətində deyil. Dövlət dilini bilmək zərurəti vətəndaşlara aiddir. Ona görə də A bəndi testin yanlış cavabıdır. Digər bəndlərə baxaq. Deyir, tərəfdar çıxdığımız beynəlxalq müqavilələr Azərbaycan Respublikasının dövlət dili haqqında qanunvericiliyin tərkib hissəsidir. Bəli, dövlət dili haqqında qanunvericiliyin tərkib hissəsinə daxil tərəfdar çıxdığımız beynəlxalq müqavilələr qanunda da qeyd olunub. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin diplomatik nümayəndəliklə yazışmalar dövlət dilində aparıla bilər. Qanunda necə yazılıb? Yazılıb ki, dövlət dilində və ya xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtlə. Yəni, bu o deməkdir ki, dövlət dilində də aparıla bilər, müvafiq xarici dillərdən birində də dövlət dilinə tərcümə olunmaq şərtlə də aparıla bilər. Yəni, qanunda istifadə olunan iki dənə müddəanı olduğu kimi C və D bəndlərində də qeyd ediblər. Ona görə C və D bəndində çıxırıq. Doğru cavab A bəndidir. 5-ci. Dövlət orqanlarında dövlət mülkiyyətdə olan paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimata əsasən sənədlərin icrası nəzarətinin təşkilə bağlı yanlışdır. 1-ci. Elektron sənəd dövrə sistemi tətbiq edilməyən təşkilatlar istisna olmaqla nəzarət vərəqələrində, habelə nəzarətdə olan sənədlərdə 1-ci vərəqin yuxarı sağ kənarında nəzarət işarəsi vurulur. Bu necə olmalı idi? Doğru olmaq üçün elektron sənəd dövrə sistemi tətbiq edilən təşkilatlar istisna olmaqla burada tətbiq edilməyən yazıblar. Ona görə 1 yanlışdır. Bizim testimizin doğru cavabı 1 ilə başlayacaq. Ona görə A ilə D bəndi getdi. 2-yə baxmağa ehtiyac yoxdur. Gedək 3-ə baxaq. Təşkilat rəhbərlərinin göstərişi olsa belə, bilavasitə normativ hüquqi aktların icrası əlaqədar sənədlər nəzarətə götürə bilməz. 3-cü bənd yanlışdır. Deməli, testin doğru cavabı da 1-3-dür. Növbəti, dövlət qulu haqqında qanuna əsasən 3-cü və 4-cü kateqoriya dövlət orqanlarının müəyyəndir. Deməli, Bakı şəhər prokurorluğu 3-cü kateqoriya dövlət orqanıdır. Rayon şəhər məhkəmələri 4-cü kateqoriya dövlət orqanıdır. Xarici ölkələr ticarət nümayəndələrinin aparatları 3-cü kateqoriya dövlət orqanıdır. Rayon şəhər prokurorluqları 4-cü kateqoriya dövlət orqanıdır. Naxçıvan prokurorluğu da 2-ci kateqoriya dövlət orqanıdır. Deməli, bizim doğru cavabımız 3-ə uyğun gələcək 1 və 3. Testin doğru cavabı da C bəndidir. 7-ci. Məhkəmələr və hakimlər haqqında qanuna əsasən yanlış fikirləri müəyyəndir. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qayda yayımlanmalıdır. Bu düzdür. B bəndi. Konstitusiya məhkəməsinin fəaliyyəti və hakimlərin statusu məhkəmə və hakimlər haqqında qanunla yox, Konstitusiya məhkəməsi haqqında qanunla müəyyənləşdirilir. Ona görə testin doğru cavabı da B bəndidir. 8-ci. Konstitusiya əsasən vətəndaşların əsas vəzifələri barədə doğru cavab müəyyən edir. Müstəsna hallar istisna olmaqla qanun bilməyə məsuliyyətdən azad etmək. Ümumiyyətlə,
Bununla bağlı heç bir istisna hal müəyyən edilməyib Konstitusiyada. Ona görə də A bəndi yanlışdır. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarına bilavasitə irəli gələn vəzifələr daşıyır. Testin doğru cavabı da B bəndidir. Digər variantlara baxaq nəyə görə səhvdir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini müəyyən həcmdə və istənilən vaxt ödəmək yox, tam həcmdə və vaxtında ödəmək olmalıdır. Ona görə C səhvdir. Hər bir şəxs konstitusiya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilməmiş digər vəzifələr yerinə yetirməli yox, edilmiş digər vəzifələr yerinə yetirməli olmalıdır. Burada da söz oyunu ediblər. Ona görə də testin doğru cavabı B bəndidir. Növbəti sual, vətəndaşların müraciətləri haqqında qanuna əsasən əcnəbilər vətəndaşı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətləri tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, hansı qanunla tənzimlənir? Təbii ki, vətəndaşların müraciətləri haqqında qanunla tənzimlənəcək. Çox rahat bir sualdır. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən yaxın qohumların birgə işləməsi barədə doğru cavabı müəyyən edin. Qanunverici ilə nəzərdə tutulan hallar istisna olmaqla vəzifəli şəxslərin yaxın qohumları bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu qanunda qeyd olunub, yəni seçkili vəzifələr yaxud da ki, qanunvericiyə nəzərdə tutulan digər hal istisna olmaqla. Ona görə A bəndi doğru cavabdır. Amma gəlin digər bəndlərin izahını verək ki, sabah imtahanda qarşınıza çıxa bilər başqa bir testdə. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra həmin pozuntu qanunla müəyyən edilmiş müddət ərzində könüllü aradan qaldırmadıqda şəxslərin hər ikisi vəzifədən azad olunmalıdır, yox, biri azad olunmalıdır. B ona görə səhvdir. Vəzifəli şəxsin qohumunun onun tabeliyində bilavasitə vəzifə tutmasına görə tutduğu vəzifədən azad olması onun digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilməsi istisna edir. Burada istisna etmir olsaydı doğru ola bilər. Çünki vəzifəli şəxsin yaxın qohumunun onun bilavasitə tabeliyində müəyyən vəzifə tutma halı aşkar olunarsa və o pozuntunun aradan qaldırılır, tutarım, onun yaxın qohumu vəzifədən azad olunarsa, o başqa bir orqanda vəzifə tuta bilər. C ona görə səhvdir. D bəndi vəzifəli şəxsin yaxın qohumu qanun tələblərinə zidd şəkildə onun tabeliyində bilavasitə vəzifə tutduqda, həmin pozuntu müəyyən edildikdən sonra tutduğu vəzifədən azad edilməlidir. Ümumiyyətlə, bu da yanlışdır, amma çoxu bunu doğruya oxşadır. Nəyə görə səhvdir bu? Deyir ki, vəzifəli şəxsin yaxın qohumu qanun tələbinə zidd şəkildə onun tabeliyində bilavasitə vəzifə tutduqda, həmin pozuntu müəyyən edildikdən sonra tutduğu vəzifədən azad edilməlidir. Bu səhvdir. Ya onun, yəni yaxın qohumu olan bilavasitə rəhbəri azad olunmalıdır, ya da özü azad olunmalıdır. Yəni tabe olan şəxsin azad olunacaq deyə bir şey yoxdur. Yəni qanunda belə müəyyən edilməyib. Ona görə D bəndi də səhvdir. 11-ci. Vətəndaşların müraciətləri haqqında qanuna əsasən vətəndaşların müraciətinə dair tələblərlə bağlı doğru fikri müəyyən edin. Müraciətdə fiziki şəxsin telefon nömrəsi göstərdiyi halda onun ünvan yaxud işlədiyi yerin göstərilməməsi həmin müraciətin anonim sayılmasına səbəb olur. Baxın, bu biraz çətindir. Gəlin buna sizə mahiyyəti izah edəcəm. Yazır ki, müraciətdə fiziki şəxsin telefon nömrəsi göstərdiyi halda. Fikir verin, tutalım bir şəxs müraciət edib dövlət orqanına. Müraciətə baxan dövlət orqanı müraciət edən şəxsin telefon nömrəsini görübsə orada, lap onun sabah adı və familiyası görsənməsə belə, telefon nömrəsi vasitəsilə əlaqə saxlayıb onun adını aşkar edə bilər. Bu anonim sayılmır. Yəni, vətəndaşların müraciətləri haqqında qanunda da qeyd olunub ki, fiziki şəxsin əlaqə məlumatlarından ən az birinin göstərdiyi hal istisna olmaqla. Yəni, telefon nömrəsi əlaqə vasitəsi sayılır. Ona görə A bəndi doğrudur. B bənd elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmaya da bilər. Bu səhvdir. Çünki elektron sənəd formasında göndərilən müraciət hökmən elektron imza ilə təsdiq olunmalıdır. Şifahi müraciətlər şəxsən və nümayəndə vasitəsilə təqdim edilir və poçt, telefaks yaxud elektron qayda göndərilir. Burada şifahi yox, yazılı müraciət olmalıdır. Biz şifahi müraciət necə elektron vasitəsilə göndərə bilərik, necə telefaks vasitəsilə göndərə bilərik, necə nümayəndə vasitəsilə təqdim edə bilərik. Yəni, bu yanlışdır.
Müraciətdə hüquqi şəxsin adı və ünvanı göstərilməmişdirsə, həmin müraciət hüquqi şəxsin firma rekvizitləri olan blankda göndərilirsə belə anonim sayılır. Deməli, bir şirkət götürək, şirkət dövlət orqanı müraciət eləyib öz firma rekvizitləri olan blankda və şirkətin firma rekvizitləri olan blankda hüquqi şəxsin aşkar adı bilinir. Yəni hansı hüquqi şəxs olduğu aşkar bilinir. Bu anonim sayılmır. Və qanunda da qeyd olunub ki, hüquqi şəxsin firma rekvizitləri olan blankda göndərilən müraciətlər istisna olmaqla, yəni firma rekvizitləri olan blankda göndərilən müraciətlər anonim sayılmır. Çünki orada hüquqi şəxsin kimliyini aşkar etmək olur. Ona görə də D bəndi yanlış bənddir. 12-ci. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən elektron sənədin əsli və surəti barədə qeyd edilənlərdən hansı doğrudur? Birinci, elektron sənədin surəti onun kağız daşıyıcıda əks etdirilmiş xarici təqdimat forması qanunvericiliyə müəyyən olunmuş qaydada təsdiq edilməsilə hazırlanır. Birinci doğrudur və bizim testimiz də 1 ilə başlayacaq. Ona görə D bəndi avtomatik getdi. Elektron sənədin kağız daşıyıcı nüsxəsində onun müvafiq elektron sənədin əsli olması qeyd edilməlidir. Əsli yox, surəti olması qeyd edilməlidir. İkinci bənd yanlışdır. 3. Elektron sənədin xarici təqdimat formasında bir-birlə eyni olan bütün nüsxələr əsl hesab edilir və bərabər hüquqa malikdir. Xarici yox, daxili təqdimat forması olmalıdır. 3 də getdi. Bizim testimizin doğru cavabı C bəndidir. 12-ci, dövlət qulu haqqında qanuna əsasən rəhbər vəzifə tutmayan dövlət qulluqçunun il ərzində xidməti fəaliyyəti qiymətləndirilməsi hansı meyallar nəzərə alınır? Ümumiyyətlə, yoldaşlar, imtahanda iştirak edərkən diqqətli olun. Baxın, ola bilər ki, tutmayan gözü tutan kimi görsənə bilər. Yəni, yanlış bənd sizin bir balınızı apara bilər. Ona görə bu söz oyunlarına fikir vermək lazımdır mütləq şəkildə. Yəni, rəhbərə aid olmayanlar soruşur. Burada da ki, proqnozlaşdırma avtomatik çıxırıq. Çünki proqnozlaşdırma rəhbərə aiddir. Deməli, təhlil aparmaq, problem həll etmək, qərar vermək bacarığı. Birinci. Kollektiv daxili nüfuz və ruhlandırmaq bacarığı. Bu rəhbərə aiddir. Qulluq vəzifələrinin münasibəti. Bir də iş təcrübəsi və onu bölüşmə. Deməli, birinci, dördüncü və beşinci. 13-cü. Dövlət qulluğu haqqında qanuna əsasən yardımçı vəzifələrinin ikinci təsnifatına aiddir. Bu testin doğru cavabı B bəndidir. Dövlət qulluğunun böyük referenti. Yəni, dövlət qulluğunun böyük referenti yardımçı vəzifələrin ikinci təsnifatı üzrə ən yüksək ixtisas dərəcəsidir. 14-cü test dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanuna əsasən qadağan deyil. Dövlət qulluqçunun seçkilər zamanı öz vəzifə mövqeyindən namizədlərin xeyrinə istifadə etməsi. Bu qadağandır. Dövlət qulluqçunun dövlət mənafeyi üçün maddi və qeyri-maddi nemətlər əldə etməyə yönəlmiş hərəkətlər etməsi və qərarlar qəbul etməsi. Burada diqqətli oluruq, dövlət mənafeyi yazıb, öz mənafeyi yazmayıb. Yəni, bu qadağan deyil. Testin doğru cavabı da B bəndidir. 15. Konstitusiyaya əsasən Azərbaycan dövləti barədə yanlış fikir müəyyən edin. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi Konstitusiya müddəalarına əsaslanır. Bu 7-ci maddədə qeyd olunur. Yəni, Azərbaycan dövləti maddəsində qeyd olunur. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bu da 7-ci maddə qeyd olunur. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri, icra hakimiyyətini isə inzibati ərazi bölgüsü məsələsini həll edən subyekt həyata keçirir. Bu yanlışdır. Nəyə görə? Çünki icra hakimiyyətini Milli Məclis həyata keçirir. Burada inzibati ərazi bölgüsü məsələsi həll edən subyekt Milli Məclisdir. Ona görə C bəndi yanlış bənddir. 15-ci. Konstitusiya əsasən qanunverici sistemi ilə bağlı yanlışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunverici sistemin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilə arası ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilə tətbiq edilmir. Bu da doğrudur, diqqətli olaq. Çünki Konstitusiya
tərəfdar çıxdığımız beynəlxalq müqavilənin hüquqi və sivil üstünlüyü. Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin qəbul etdiyi aktlar, həmçinin Naxçıvan Muxtar Respublikasının konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarlarına zidd olmamalıdır. Bu da doğrudur. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunverici sisteminə daxil olan aktlara zidd gəlməyən normativ hüquq aktlar qəbul edə bilər, yox, normativ xarakterli hüquq aktlar qəbul edə bilər. Ona görə testin doğru cavabı D bəndidir. 17-ci. Dövlət orqanlarında dövlət mülkiyyətində olan və payların nəzarət sərfi dövlətin məxsus olan hüquqi şəxsləri və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat əsasən doğru variantı müəyyən edin. 2 və daha çox təşkilat adından hazırlanan sənədlər blanksız tərtib edilir və testin doğru cavabı da A bəndidir. Çox rahat bir testdir. 18-ci. Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında qanuna əsasən aşağıdakı müddəalardan doğru olanı göstərin. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və başqalarını onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərdən çəkinməlidir. A bəndi yanlışdır. Yəni bu hissəsi yanlışdır. Başqalarını onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərdən çəkinməlidir. Bu müddəa etik davranış qaydaları haqqında qanun təsdiq olunmayıb. B bəndi dövlət qulluqçusu xidməti vəzifəsi yerinə yetirərkən qərəzsiz olmalı və bu zaman ictimai birliyin mənsubiyyətinə görə hər hansı şəxsin və şəxslər qrupunun üstünlüyünə yol verməməlidir. Etik davranış qaydaları haqqında qanunda təsdiq olunmuş bir müddəadır və testimizin doğru cavabı B bəndidir. 19. Konstitusiyaya əsasən vicdan azadlığı ilə bağlı doğru deyil. Hər kəsin ictimai əxlaqa zidd olmasından asılı olmayaraq dini mərasimləri sərbəst yerinə yetirmək hüququ vardır və heç kəs dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. A bəndi testin yanlış bəndi. Çünki konstitusiyada vicdan azadlığında belə bir müddət təsbit olunmayıb. Yəni baxın, burada qeyd olunur ki, hər kəsin ictimai əxlaqa zidd olmasından asılı olmayaraq. Yəni bu yanlışdır. Növbəti. Konstitusiyaya əsasən Milli Məclislə bağlı doğru olanı müəyyən edin. Milli Məclis deputatlarından çıxanların yerinə seçkilər, Milli Məclis səlahiyyət müddəti bitməsi 120 gündən çox müddət qalarsa keçirilmir. 120 gündən az müddət qalarsa olmalı idi. Milli Məclis sessiyaların iclası prezidentin tələbi ilə qapalı keçirilə bilər. Tələb yox, təklif olmalı idi. Bu da yanlışdır. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclis ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Testimizin də doğru cavabı C bəndidir. D niyə səhvdir? Deyir, Milli Məclis seçkilərdən sonra martın 10-dək 83 deputatın səlahiyyəti təsdiq edilməzsə, Milli Məclis ilk iclası keçirilmir. Əslində keçirilir, onun da keçirilməsi vaxtını Konstitusiya Məhkəməsi müəyyənləşdirəcək. 21. Konstitusiyaya əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin yeni çağırışı ilk iclası zamanı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədri seçilir. Sədr seçildikdən 2 həftə sonra o yeni çağırışa seçilmiş deputatların birini öz müavini olaraq təyin etmək istəyir. Artıq burada yanlış aydın oldu. Çünki Ali Məclisin sədr müavini Ali Məclis sədri tərəfindən seçilmir. Ali Məclisin özü tərəfindən seçilir. Və deyir ki, bu hüquqi baxımdan mümkündürmü? Təbii ki, mümkün deyil. Çünki müavin sədr tərəfindən təyin oluna bilməz. Testin doğru cavabı da A bəndidir. 22. Dövlət himnindən istifadə qaydaları haqqında və dövlət geribindən istifadə qaydaları haqqında qanuna əsasən dövlət himni və dövlət geribi haqqında verilmiş müddəalardan yanlış olanları müəyyən edin. Deməli, dövlət himni və dövlət geribi müəllifi hüququnun obyekti deyil. Bu doğrudur. Bu qanunların pozulması mülki, inzibati və cinayət məsuliyyəti yarada bilər. Bəli. Deməli, mülki məsuliyyəti mülki məcəllə, inzibati məsuliyyəti inzibati xətalar məcəlləsində, cinayət məsuliyyəti də cinayət məcəlləsindən. Yəni, hər iki qanunda da qeyd olunur ki, bu qanunun tələblərini pozan şəxsləri mülki məcəllə, inzibati xətalar məcəlləsi və cinayət məcəlləsi olaraq məsuliyyət daşıyırlar. Dövlət himni və dövlət geribindən istifadə edər heç bir məhdudiyyət qoyula bilməz. Bu yanlışdır. Çünki qanunla məhdudiyyət qoyulub hər ikisinə. Misal üçün, dövlət himni təhrifinə yol verilmir. Məhdudiyyət var. Amma burada yazır ki, heç bir məhdudiyyət qoyula bilməz. Testin də doğru cavabı C bəndidir. 23.
Dövlət qulu haqqında qanuna əsasən dövlət qulluqçunun vəzifədə irəli çəkilməsi göstərilənlərdən hansı nəzərə alınmaqla həyata keçirilir? Vakant vəzifənin olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsil almanın nəticələri. Yəni bu dövlət qulu haqqında qanunda qeyd olunduğu üçün testin doğru cavabı da A bəndi. Çox rahat, çox sadə bir sualdır. 24. Konstitusiyaya əsasən doğru olmayan bəndi müəyyən edin. Mədəniyyət hüququna əsasən hər kəsin tarixi, mədəni və mənəvi hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. Bu mədəniyyət hüququnda var. Sosial təminat hüququna əsasən dövlət işçiliyinin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Bu yanlışdır. Çünki dövlət işçiliyinin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir miqyası əmək hüququna aiddir. Ona görə də doğru olmayan soruşduğu üçün bizdən B bəndə testin doğru olmayan cavabıdır. 25. 15 üzvdən ibarət Səbail rayon bələdiyyəsində yerli vergi və ödənişlərin müəyyən edilməsi üçün bələdiyyə iclası çağırılır və iclasda 10 üzv iştirak edir. Konstitusiyaya əsasən göstərilən halda qərarın qəbul edilməsi ilə bağlı doğru cavab müəyyən edilir. Bələdiyyələrlə bağlı maddə qeyd olunub ki, yerli vergilər və ödənişlərlə bağlı iclas üzvlərin 3/2 səs çoxluğundan qəbul edilir. Yəni 15 üzvün 3/2-si 10 eləyir. Yəni 10 üzv də iclasda iştirak edir və onun da səsi kifayət edir ki, yerli vergilər və ödənişlərlə bağlı qərar qəbul edilsin. Gəlin variantlara baxaq. Yerli vergi və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin yarısının səs çoxluğundan qəbul edir. Bu səhvdir. 3/2 olmalıdır. Yerli vergilər və ödənişlərlə bağlı qərarlar iclasda iştirak edən bələdiyyə üzvlərinin 3/2-sindən. Bu səhvdir. Çünki qərar deməli üzvlərin 3/2-sini yox, sədr daha doğrusu burada deyir ki, yerli vergi və ödənişlərlə bağlı qərarlar iclasda iştirak edən bələdiyyə üzvlərinin 3/2 səs çoxluğu qəbul edildiyindən iştirak etmiş 10 üzvdən azı 6 üzv qərarın lehinə səs verməlidir. Bu səhvdir. Çünki üzvlərin 3/2-sinin səs çoxluğundan qəbul olunur. B də buna görə səhvdir. Çoxu gedir iştirak edənlərin 3/2-sini tapır. Onun 3/2-sini tapır. Yəni diqqətli olun yoldaşlar. Üzvlərin 3/2-si. Yəni nə olsun 10 üzv iştirak eləyib? Yəni 15 üzvün 3/2-si iştirak eləyib. Yəni qərarın qəbulu üçün kifayət eləyir bunlar. C bəndində bələdiyyənin iclası onun üzvlərinin yarısının qərarı ilə çağırılıbsa, qərar iclası çağıran həmin üzvlərin hamısının qərarın lehinə səs verməsilə qəbul edilir. Ümumiyyətlə, bələdiyyənin iclasını bələdiyyənin sədri çağırır, üzvləri çağırmır. C bəndi yanlışdır. D bəndi yerli vergi və ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin 3/2 səs çoxluğu qəbul edildiyindən 10 üzvün hamısı qərarın lehinə səs verməlidir. Testimizin doğru cavabı D bəndidir. Bu sual səhv etmirəmsə 2022-ci ildə də oktyabr imtahanda imtahana düşmüşdü. Yəni buna oxşar bir sual idi. Orada deyəsən səhv etmirəmsə Səbail rayon bələdiyyəsi idi. Məlumat zatı haqqında qanuna aid edilə bilməz. A bəndi məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. A bəndi doğrudur. Məlumat azadlığının məhdudlaşdırılması yalnız konstitusiya nəzərdə tutulmuş hallarda yol verilir. Bu da doğrudur. Məlumat azadlığının istifadə edilməsi qaydası yalnız konstitusiya və məlumat azadlığı haqqında qanunla müəyyən olunur. Bu yanlışdır. Çünki məlumat azadlığının istifadə edilməsi qaydası konstitusiya və konstitusiya müvafiq olaraq qəbul edilmiş qanunlarla müəyyən edilir. Ona görə də C bəndi testin doğru cavabıdır. 27-ci sual həm AS-də, həm də BA üzrə imtahana düşmüş sualdır, axırıncı imtahanda. Deməli, normativ hüquqi haqlar haqqında Konstitusiya qanununa əsasən normativ hüquqi haqlar və onların hüquqi vəzifələrlə bağlı uyğunluğu müəyyən edilir. Deməli, normativ hüquqi haqq, qeyri-normativ hüquqi haqq və normativ xarakterli akt. Nazirlər Komitəsinin qərarı normativ hüquqi haqqdır. Deməli, 1-ə A uyğun gəlib. Avtomatik 1-in A ilə başlamadığı variantları çıxırıq. Keçək 2-yə. Məhkəmə Hüquq Şurasının qərarları. Bu normativ xarakterlidir. Deməli, 3-ə C uyğun olmalıdır. 3-ə C-nin uyğun gəlmədiyi variantı çıxırıq. Və cavabımız da buradan bəlli oldu. Deməli, Milli Məclisin qərarları qeyri-normativ hüquq haqqdır. Daha doğrusu yoldaşlar, üzrü sayın. Burada səhv dedim mən.
Deməli, məhkəmə şurasının qərarları normativ xarakterli hüquq aktı. 3-ə B uyğun gələcək. Milli Məclisin qərarları, yəni C qeyri-normativ uyğun gələcək. Prezidentin sərəncamları qeyri-normativ uyğun gələcək. Yerli özdartma orqanlarının qərarları da normativ xarakterli uyğun gələcək. Deməli, testin doğru cavabı olacaq 1A, 2 CD, 3 BY. D bəndi. Keçirik 28-ciyə. İnzibati icraat haqqında qanuna əsasən aşağıdakı cümlələrin uyğun gəldiyi prinsipləri müvafiq olaraq müəyyən edin. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübutu yetirməksə mötəbər hesab olunur. Bu da mötəbərlik prezumpsiyasına aiddir. Mötəbərlik prezumpsiyası 1-ə uyğun gələn variant bir dənə olduğu üçün testimizin doğru cavabı A bəndi olur. Çox rahat bir sualdır. Yəni inzibati icraat haqqında qanuna aid. Çox namizəd inzibati icraat haqqında qanuna çətinlik çəkir, amma bu dəfə imtahana buna bağlı çox rahat bir sual salmışdılar. 29. İnsan hüquqları üzrə vəkil haqqında Konstitusiya qanununa əsasən insan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv mexanizm funksiyanın həyata keçirilməsi qaydası haqqında doğrudur. Birinci, müvəkkil istənilən vaxt maneəsiz və əvvəlcə xəbərdarlıq etməklə, bu səhvdir artıq. Çünki Konstitusiya qanununda qeyd olunur ki, xəbərdarlıq etmədən hərbi hissələrə daxil ola bilər, bələdiyyələrə daxil ola bilər və s. Sonra, şikayətçinin yazı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır. 2 doğrudur. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən dövlət orqanının, bələdiyyənin və digər qurumun vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 3 də doğrudur. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilat təzyiq göstərməsi yaxud şəxsi və təşkilat təqib edilməsi yolu verilməzdir. Bu da doğrudur. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək icazəti yarandıqda müraciət baxım müddəti 15 gündən çox olmayan müddəti uzadıla bilər. Bu səhvdir, çünki 30 günədək uzadıla bilir. Burada 15 gündən çox olmayan qeyd olunur. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma müvəkkilinin səlahiyyətinə aid olmasa da onun tərəfinə aparılır. Bu səhvdir, çünki müvəkkilin səlahiyyətlərinə aid olmadıqda şikayət müvəkkil tərəfindən aparılmır. Testin doğru cavabı 2, 3 və 4-dür. 30-cu sual. Konstitusiyaya əsasən yanlış müddəaları müəyyən edin. Birinci, Konstitusiyanın beynəlxalq müqavilələrin qanunverici sistemin ayrılmaz tərkib hissəsi olması barədə müddəasına əlavələr təklif edilə bilməz. Bu yanlışdır. Çünki əlavələr 1-dən 23-ə təklif edilə bilməz. Amma bu maddə 148-ə aiddir. Buna edilə bilər. Ona görə bizdən yanlış soruşduğu üçün 1-ə də yanlış kimi götürürük. Yalnız dərc edilmiş fərmanların tətbiq və icrası bütün vətəndaşlar, icra və məhkəmə orqanları hüquqi şəxslər üçün məcburidir. Bu yanlışdır. Niyə görə? Çünki fərmanın tətbiq və icrası məhkəmə üçün məcburi ola bilməz. Bunu mən sizə yadda saxlamanın qısa bir yolunu deyim. Biz 7-ci maddə keçmişdik ki, qanunverici, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və hər biri səlahiyyəti çərçivəsində müstəqildir. Yəni, hər biri səlahiyyət çərçivəsində müstəqildirsə, prezidentin fərmanı məhkəmə hakimiyyəti üçün məcburi ola bilməz tətbiq və icrası. Ona görə 2-ni səhv götürürük. Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə tətbiq və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları üçün məcburidir. Doğrudur. Normativ hüquq haqlarının dərc edilməsi qaydası Konstitusiya qanununa müəyyəndir. Bu da doğrudur. Qanunverici sistemə daxil olan referendumla qəbul edilən aktlar ilə tərəfdar çıxdığımız beynəlxalq müqavilə arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilə tətbiq edilir. Bu səhvdir. Çünki referendumla qəbul olunmuş aktlar hüquq qüvvəsinə görə beynəlxalq müqavilələrdən üstündür. Və yoldaşlar, testlər bu qədərdir. Ümid edirəm ki, bu testlər hər bir üçün faydalı olar və imtahandakı nəticənizə də təsir elər. Növbəti videolarda inşallah
növbəti qəbullandırma hissəsinin izahını mən çəkib sizlərə təqdim eləyəcəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.